İzlədiyimiz kadrlar ilk baxışda sadə mütəxəssis işi kimi görünə bilər. Lakin proses o qədər də sadə deyil. Bu iş məsuliyyətli energetiklərin fəaliyyətinin bir hissəsidir. Hansı ki, müasir texnoloji vasitələrlə müşahidə olunan qurğular ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Söhbət qlobal səviyyədə sürətlə inkişaf edən bərpa olunan enerji mənbələrindən biri – külək enerjisindən gedir. Küləyin gücündən əldə olunan enerjinin istehsalı təbiətə və canlılara zərər dəymədən reallaşdırılır. Məsələn, quraşdırılan turbinlərə yerləşdirilən radarlar havada uçan quşları müəyyən etdiyi an pərlərin hərəkəti dərhal dayanır. Yəni, bərpa olunan enerji mənbələrindən istifadə sadəcə sıfır karbon emissiya demək deyil. Bu, həm də bütün canlılar üçün təhlükəsiz dünya deməkdir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin son məlumatlarına görə külək enerjisinin qlobal quraşdırılmış gücü 1133 gigavata çatır. Bu göstərici alternativ enerji mənbələrinin ümumi quraşdırılmış gücünün təxminən 25%-ni, qlobal elektrik enerji istehsal gücünün isə təxminən 11-12%-ni təşkil edir. Azərbaycanda külək enerjisi üzrə dənizdə texniki potensial 157 gigavat gücündədir. Quruda isə bu iqtisadi potensial 3 gigavat həcmində qiymətləndirilir. Ölkə ərazisində ümumilikdə hazırda 303,5 megavat gücündə 6 külək elektrik stansiyası fəaliyyət göstərir. Bunlardan biri Səudiyyə Ərəbistanı Krallığının Aquapower şirkəti tərəfindən inşa edilən külək elektrik stansiyalarıdır. Bu santral iki ana parçadan oluşuyor. Biri Gobustan sahası, diğeri Kizi sahası. Toplam 37 tane rüzgar türbininden, külek türbininden oluşuyor. Bunların 12 tanesi şu anda bulunduğumuz Gobustan sahasında ve 25 tanesi de Kizi sahasında. Burada görmüş olduğunuz yarım stansiya, substansiya, rüzgar türbinlerinden gelen düşük voltajlı elektriği yükselterek şebekeye gönderiyor. Ve daha sonra da şebekede tekrar dağıtılarak evlere servis ediliyor. Azərbaycan üçün digər mühüm layihə 240 megavat gücündə Abşeron Qaradağ külək elektrik stansiyasının isə 2027-ci ildə istismara verilməsi nəzərdə tutulur. Qeyd edək ki, mövcud külək resurslarından istifadəyə maraq göstərən kifayət qədər xarici investorlar var. Müxtəlif investorlar çox böyük maraq göstərirlər və dənizdə bizim olan o böyük potensialımızdan yararlanmaq üçün müxtəlif layihələr təklif edirlər. Artıq masa üzərində 4 bizim interkonnektorumuz var, elektrik enerjisinin ixracı ilə bağlı və dənizdə olan o potensial, böyük potensialımız bizim əgər reallaşarsa, təbii ki, biz onun ixrac imkanlarını da dəyərləndirə biləcəyik. Eyni zamanda həmin yaşıl enerjidən digər məsələlərin həlli üçün də istifadə oluna bilər. Statistik rəqəmlər külək enerjisinin artıq qlobal enerji sisteminin əsas sütunlarından birinə çevrildiyini göstərir. Beynəlxalq Enerji Agentliyi bərpa olunan enerji mənbələrinin 2030-cu ilə qədər 2 və 3 qat artım hədəfinə çatdırmağı tövsiyə edir. Çünki ölkələrin bərpa olunan enerji strategiyalarını gücləndirməsinin vaxtıdır. Bu, təkcə iqlim fəaliyyəti üçün deyil, həm də təhlükəsiz və rəqabət qabiliyyəti üçün ən davamlı iqtisadi yolda. Azərbaycan da bu yolda planlı və dəqiq addımlarla irəliləməkdədir. Asil Abbasova, Farid Şəxəlizadə xüsusi olaraq həftə üçün.